Tavsiye. Kardeşim bir daha hara kardeşim. Bir de sentre. Açın marketin arkasında. İşe telefonun yanına. Birinci bina birinci mertebe. Birinci blok birinci mertebe. 5 otaqlı. Kupçalı. Değerli izleyiciler. Gel. Kardeşim. İçəridə daxil olan kimi dəhlizdir. Dəhlizdən sola. Qonaq otağımız təmir işləri gedir, dəyərli izləyicilər. Burada da bir qonaq otağımız. Ətrafı şey qardaşım. Burada balaca mətbəx qonaq otağının başında. Sonra burada bir dənə otaq. Həyətimizi də çəkək qardaşım, bağımız da var. Burada da bağımız. Tövləsi var, toğucu saxlamaq üçün, evyesi saxlayır. Qazı, işığı, suyu, kommunalları qaydasında da əsas məsələdir ki, sənədi kupçadır, dəyərli izləyiciler. Burada da bir otağımız, əşyaları yığılmışdır ora. Bir daha da burada otaq, buradan da balkon, bir başarı həyətə, məhəlləyə. Hamamı. Bu da böyle. Değerli izleyiciler, evimizin kıymeti 145 bin manata deyili sahibi tərəfindən. Real alıcı ilə sahibi tərəfindən alıcı razılaşa bilər. Alanın da satanın da Allah xeyir versin değerli izleyiciler. Bir dənə 049 ofis ailəsini buradan salamlayıram hamısını değerli izleyiciler. Bir də ki, xahiş edirəm bir dənə YouTube kanalımıza, TikTok səhifəmizə, Instagram səhifəmizə takip atın. Allah xeyir versin.